Bismillah, elhamdülillah, və salatu və salamu alə Rasulillah, Rabbi şrah li sadri və yassir li əmri, və ahlul uqdətən min lisani yefqahu qavli. Allahümme allimna ma yenfa'na və fa'na bima allamtana və zidna ilmə. Əmmə ba'd. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Hər birinizi Allahın salamı ilə salamlayıram. Allah həmd olsun ki, Allah Əzzə və Cəllə yenə də bizi oturub onu zikr etməyi, onun dinini öyrənməyi müvəffəq edib. Bu Allahdan olan böyük bir lütfdir. Allahın quluna ən böyük xeyri, yəni qulu üçün istədiyi xeyir nədir? Onu, dinini ona öyrətməkdir. Onun axirətini ona öyrətməkdir. Çünki siz bilirsiniz, bizim hamımız bu dünyada əbədi qalan deyilik. Və bizim hər birimizin sonu var bu dünyada. Və ondan sonra da həqiqi həyat başlayır. Həqiqi həyat. Sən həqiqi həyatın olmasını bilmək istəyirsən, ondan sonra görəcəksən ki, həqiqi həyat nədir? Ona görə də o həyata hazırlaşan insan xoşbəxt insandır. O həyatı unudan insan isə xüsrana uğrayan, bədbəxt insandır. Ona görə də insan çalışmalıdır ki, elm məclislərində iştirak etsin. Çünki elm məclisləri Allahın sevdiyi yerlərdir, mələklərin iştirak etdiyi yerlərdir. Və buradan insanların günahları bağışlanır. Allah Əzzə və Cəllə onları öz adları ilə öz yanında zikr edir və s. Ona görə çalışın bu yerlərin qədrini biləsiniz və bunların salamat olması üçün dua eləyəsiniz. Və bizim mövzumuz Allahın adlarıdır. Ən şərəfli elmdir bu. Elmlərin içində ən şərəfli elmdir. Şəriət elmlərinin içində ən şərəfli elm Allahın adlarını və Allahın gözəl adlarını və kamil sifətlərini öyrənməkdir. Çünki elmin şərəfi nə ilə bilinir? O elm nəyi öyrənirsə onun böyüklüyü ilə. Və Allah da ən böyükdür. Və Allah haqqında olan elm də ən şərəfli elmdir. Və bir qul, bir müsəlman Rəbbini tanımırsa, necə ondan qorxa bilər və necə onu sevə bilər və necə ona dua edə bilər və necə ona ibadət eləyə bilər layiqincə. Bu mümkün olan şey deyil. İnsanların bu günləri ibadətlərində səhlənkar olmaları, ibadətlərində möhkəm olmamaları birinci növbədə insanın Allahı tanımamasıdır. İnsan Rəbbini tanımır. İnsan Rəbbini tanısa, Allahdan layiqincə qorxar. Ona görə Allah Subhanahu buyurur ki, İnnəmə yaxşəllahə min ibadihil uləmə. Allahdan ancaq alim qulları qorxar. Yəni, öyrənənlər, bilənlər, Allahı tanıyanlar. Və xuşu da nədir? Xuşu da Allahı tanıyaraq qorxmaqdır. Və bugün Allahın növbəti 4 adını götürəcəyik. Əlhəmdülillah artıq bir çox adlarını götürmüşük. Və bugün götürəcəyimiz 4 ad Əl-Muhaymin, Əl-Muhit, Əl-Muqit, Əl-Vasi. Bu 4 addır. Və biz bilirik ki, Allahın adları necə öyrənilir? Təvqifidir, yəni dəlillə öyrənilir. Ya Quranda o ad gəlməlidir, Allah bizə öz haqqında o adını bildirməlidir və yaxud da onun Peyğəmbəri sallallahu aleyhi və səlləm hansı ki, özündən heç vaxt nəsə danışmayıb, onun danışdığı nədir? Ancaq vəhidir. Və Allahın Əl-Muhaymin adı, birinci ad Əl-Muhaymin, bu Həşr surəsində gəlir. Yeganə bir yerdə gəlir bu ad. Allahın bu adı Həşr surəsində gəlir. Həşr surəsinin 23-cü ayəsində. Və Allah Subhanahu taala buyurur ki, Huvallahu-llazi la ilahə illəhu. O özündən başqa heç bir ilah olmayan, özündən başqa heç bir ilah olmayan Allahdır. İlləhu əl-məlik. O məlikdir. Məlik nədir? Yəni, göylərin və yerin mülkünün sahibi. Əl-Quddus. Quddus nədir? Bütün eyiblərdən münezzəh olan, yəni bütün qüsurlardan pak olan. Əs-sələm. Salam nədir? Bütün eyb və nöqsan sifətlərdən uzaq olan. Əl-mu'min. Əl-mu'minu nədir? Haqqı təsdiq edən və qullarına əmin-amanlıq bəxş edən. Və sonra gəl Əl-Muhaymin, fikir ver, burada gəldi bu ad. Muhaymin nədir? Hər şeyi müşahidə edən, hər şeydən xəbərdar olan. Əl-Aziz, Allahın adlarıdır, yenilməz, yəni heç kəsin ona gücü çatmayacağı, güc-qüvvət sahibi. Əl-Cəbbər, Cəbbər nədir? Yəni, istədiyi hər hansı bir şeyə məcbur etməyə qadir olan. Hər bir şeyi Allah istədiyini məcbur edə bilər. Əl-Mutəkəbbir, yəni əzəmətli, təkəbbürlü və məxluqatına aid sifətlərdən uzaq olan Allahın adlarıdır. Subhanallah əmmə yüşrikun. Allah
müşriklərin ona qoşduqları şəriklərdən uzaqdır. Burada gördünüz Əl-Muhaymin adı gəldi. Əl-Muhaymin nədir? Bütün işlərdən, gizli işlərdən xəbərdar olan. Yəni Allah bütün gizli işlərdən xəbərdardır. Elə bir gizli iş yoxdur ki, Allahdan gizli qalsın. Və yaxud da həmçinin qəlblərdə gizlənənləri bilən, hansı ki, o elmi ilə hər şeyi əhatə edir. Yəni, elmi hər şeyi əhatə edir. Onun bilmədiyi şey yoxdur. Və öz məxluqatının əməllərinə şahiddir. Və həmçinin onlara nəzarət edir. Nə ki, onlardan söz, əməl baş verirsə, onların hamısını Allah nəzarət edir. Və onların məxluqatının əməllərindən heç bir şey ona gizlin qalmır. Və miskal ağırlığında, yəni xırda bir şey ağırlığında, yerdə və göydə nəsə varsa da heç bir şey ondan gizlin qalmır. Yəni bu adı bilən insan, Allahın bu adını bilən insan bilməlidir ki, Rəbbi hər şeydən xəbərdardır. Öz aşkarda olan əməllərini, sözlərini, gizlində olan sözlərini, əməllərini mühafizə etməlidir. Və xüsusən də qəlbində olanları. Çünki qəlblər bəlaların gizlətdiyi yerlərdir. Qiyamət günü o qəlblərdə olanlar açılacaq. Allah Subhanahu deyir ki, "Yevmə tubləs sərair." O gün bütün sirlər açılacaq. İnsana deyiləcək ki, sən buyudun, sən buyudun. Və Allah Subhanahu başqa ayda buyurur ki, o gün nə bir övlad, nə var dövlət, heç bir şey fayda verməyəcək. Yalnız salamat qəlblə gələndən başqa. Yəni Allahın qiyamət günü mükafatı və cəzası qəlbə görədir. Qəlbdə gizlənənlərə görədir. Ona görə qəlblərinizi qoruyun. Qəlblərinizi xəstəliklərdən qoruyun. Qəlb elə bir əzadır ki, o xəstələndiyi zaman sahibi üçün bəladır. Sahibinə xeyir gətirmir. Amma digər əzalar xəstələndiyi zaman öz sahibi üçün ya kəffarədir günahlarından, ya da onun dərəcələrini artırır. Qul səbr edib Allahdan ehtisab eləsə, mükafatını Allahdan gözləsə, necə o qadın kimi ki, o qadın xəstələndi və Allah Rəsulü salsam onu cənnətlə müjdələdi o xəstəliyinə görə. Ona görə insan gərək qəlbinin xəstəliyindən qorunsun. Ona görə bugün isə baxırsan insanların əksəriyyətinə əzalarının sağlamlığı üçün məşq eləyirlər, qidalarına fikir verirlər, yağlarına fikir verirlər, ətlərinə fikir verirlər. Amma ən əsas əzalarına fikir vermirlər. Onların təmizliyinə fikir vermirlər. Və soruşanda da çoxsundan nə deyir? Qəlbim nədir? Təmizdir. Qəlb isə nə ilə təmizlənir? Yalnız ibadətlərlə, itaətlərlə, şeytanın yolundan çıxıb Allahın yoluna düzəltməklə, Allahın yolunu getməklə. Çünki qəlb bu zaman təmizlənir. Ona görə insan gərək bu şeyə diqqət eləsin. Deməli, Muhaymin adının mənası nə oldu? Hər şeydən xəbərdar olan, gizlindən, aşkardan. Növbəti ayə Allahın adı isə Əl-Muhit. Əl-Muhit nədir? Bu Quran-ı Kərimdə bir neçə yerdə gəlib bu ad. Əl-Muhit. Allah Subhanahu buyurur ki: "Və kana Allahu bi kulli şeyin muhita." Allah hər şeyi əhatə eləyir. Hər şeyi əhatə eləyir. Başqa bir ayda buyurur ki: "İnnallaha bima ya'maluna muhit." Həqiqətən Allah onların etdiklərini əhatə eləyir. Başqa ayda "Vallahu muhitun bil kafirin." Allah kafirləri əhatə eləyir. Yaxşı, nədir bu əhatə eləmək? Nə ilə əhatə eləyir? Və şeyx buyurur ki, bu adın mənası nədir? Allah Subhanahu taala öz məxluqatını, hər kəsi öz elmi ilə, qüdrəti ilə və qalib gəlməsi ilə, özünə tabe etməsi ilə əhatə eləyir. Yəni Allah Subhanahu taala hər şeydən xəbərdar dediyimiz kimi və öz qüdrəti hər şeyə çatır. Heç kəs onu aciz eləyə bilməz və istədiyinə qalib gəlməyə qadirdir Allah Subhanahu taala. Necə ki Allah Subhanahu buyurur ki: "Və iz qulna laka inna rabbaka ahata bin-nas." O zaman biz sənə dedik ki, həqiqətən sənin Rəbbin insanları əhatə eləyir. Nə ilə? Elmi ilə, qüdrəti ilə və hər kəsi məğlub etməsi ilə. Və başqa ayda Allah Subhanahu taala buyurur ki: "Lita'lamu annallaha ala kulli şeyin qadir və annallaha qad ahata bi kulli şeyin ilma." Bu siz biləsiniz deyə nəyi? Həqiqətən Allah Subhanahu taala hər şeyə qadirdir və Allah Subhanahu taala öz elmi ilə hər şeyi əhatə eləyib. Və başqa ayda Allah Subhanahu buyurur ki: "Və ahata bima ladayhim və ahsa kulli şeyin adada." Və o hər şeyi yəni əhatə eləyib öz elmi ilə, qüdrəti ilə və qalib gəlməsi ilə və hər bir şeyin də sayını bilir. Hər bir şey məxluqatından elə bir şey yoxdur ki, onun sayını bilməsin. Yer üzərində olan qum dənələrinin sayını bilir Allah Subhanahu taala. Çünki məxluqatının sahibi odur. Hər şeyin sahibi odur. Hər şeyin bizim o qədər xəbərimiz olmayan məxluqlar var ki, hamısının Allah Subhanahu xəbərdar. Çünki Allah da onların sahibi. Onlar bir an olsun Allahın nəzarətindən uzaqlaşdılar, məhvə məhkumdurlar. Çünki kainatı idarə edən Allahdır.
kainatı idarə edən Allahdır. Və Allah Subhanahu taala öz qüdrəti ilə, gücü ilə, elmi ilə hər şeydən xəbərdardır. Və sonra şeyx buyurur ki, Allah Subhanahu taala öz elmi ilə hər şeyi əhatə edir. Yəni ondan heç bir şey gizli qalmır. Hətta bir zərrə miqdarında, misqal ağırlığında belə heç bir şey ondan gizlin qalmır. Və hər şeyə qalib gələndir. Hər kəs onun qabağında acizdir, yerlərdə və göylərdə. Və hər bir şeyə qalib gəlməyə qadirdir. Və heç kəsin gücü çatmaz ki, onun nəzərindən uzaqlaşsın, ondan qaçsın. Allah Subhanahu taala buyurur ki: "Ya ma'şaral cinni vel ins." Ey insan və cinlər, in istata'tum an tanfuzu min aqdaris semawati vel ardi fanfuzu. Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilirsinizsə, onda keçin. Və sonra Allah Subhanahu buyurur ki: "La tanfuzuna illa bi sultan." Siz elə güc və qüvvət, sizdə güc və qüvvət olmasa, bunu heç vaxt eləyə bilməzsiniz. Necə keçə bilərsiniz bunu? O da ki, yoxdur. Mümkün deyil. Yəni, insana Allah Subhanahu taala nə qədər güc, qüdrət veribsə, ondan oyuna insan keçə bilmir. Ondan oyuna insan uzaqlaşa bilmir. Və sonra Allahın Əl-Muqit adı. Əl-Muqit adı da, bu da Quran-ı Kərimdə bir yerdə gəlib. Allah Subhanahu taala deməli, Nisə surəsinin 85-ci ayəsində buyurur ki, kim yaxşı bir işə vasitəçilik edərsə, mən yəşfə şəfaətən həsənətən yəkulləhu nasibu minhə. Yəni, kim bir yaxşı işə şəfaətçilik edərsə, yəni vasitəçi olarsa ki, o iş görülsün, o işdən savabından ona da var. Ona da payı var. Və sonra buyurur ki, وَمَنْ يَشْفَعْ شَفَاعَةً سَيِّئَةً يَكُلْ لَهُ كِفْلٌ مِنْهَا. Və kim də bir pis işə şəfaətçilik eləyərsə, vasitəçilik eləyərsə, ona da onun günahından pay düşər. وَكَانَ اللّٰهُ عَلَى كُلِّ شَيْءٍ مُقِيتًا. Və Allah Subhanahu taala buyurur ki, Allah hər şeyə şahiddir və hər bir əməlin qarşılığını verəndir. Və bu adın mənası, bir neçə məna gətirirlər alimlər. Bu adın mənası biri odur ki, amma hamısı bir-birinə yaxın mənalardır. Hamısı bir-birinə əhatə edən mənalardır. Əl-Muqit adı. Bu adları əzbərləmək lazımdır. Bu adların mənalarına dua etmək lazımdır Allaha. Gecə namazına qalxdınız, əlinizi açıb bu adlarla Allahdan istəmək lazımdır. Hər adın mənası nəyə uyğundursa, onu istəmək lazımdır Allahdan. Vallahi, bundan gözəl dua yoxdur. Allahın adlarına edilən dua ən gözəl duadır. Çünki insan dua etdiyi zaman duasının əvvəlində sünnədə nə varid olub? Allahı tərifləmək. Allah nə ilə təriflənir? Ancaq adları ilə, gözəl adları ilə, kamil vəsfləri ilə. Və sonra şeyx bu adın mənasını gətirir və buyurur ki, bu adın mənalarından hər bir mövcud olan şeyə onun yəni ruhsunu çatdıran. Nə ki mövcud deyil, onun ruhsunu çatdıran kimdir? Allah Subhanahu taala. Yəni, təsəvvür edin, sən bu adı qəlbində inansın, qəti şəkildə yəqin olsun. Vallahi gör Allah səni necə uzaldar. Necə sənə ruzu verər. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, siz quş kimi Allaha təvəkkül etsəz, necə ki, yuvasından çıxır, bilmir ki, ruzusu hardadır. Bilir ki, Allahdandır, bilmir ki, hardadır. Gedir dalıca və o yuvasına qayıdıb övladlarına, balalarına nə gətirir? Yemək gətirir. Amma insan qədər ruzusu üçün qorxan yoxdur. Ruzusu üçün qorxan yoxdur. Subhanallah, həqiqətən. İnsan ruzusu üçün qorxur. Halbuki, onun ruzusu onun əlində deyil, vallahi. Onun ruzusu onun əlində. Onun ruzusunu Allah, o yaradılmamışdan qabaq təyin edib. O səbəblə Allah Subhanahu səni asanlaşdıracaq. Hara getsən də. Əgər sənin ruzuya çatacaqsansa, mütləq çatacaqsan. O ruzuya gəlib çatacaqsansa. Tək insan bunu bilsəydi. Və sonra deyir ki, şeyx, yəni o ruzunu ona çatdıran, onun ərzağını ona yetişdirən və istədiyi kimi öz hikməti ilə və öz həmdi ilə onu idarə eləyən və Allah Subhanahu taala yəni qullarının ruzusunu endirən odur məxluqatına və onların ruzularını bölüb, kiçik üçün başqa bölüb, böyük üçün başqa bölüb, kasıb üçün, varlı üçün, zəif üçün, qüvvətli üçün. Deməli, kainatda nə var? Nə var? Hamı varlı ola bilməz. Hamı da kasıb ola bilməz. Hamı güclü ola bilməz. Hər kəsin bir imtihanı var və öz imtihanına görə şükür elə. Vallahi, öz imtihanına görə şükür elə və səbr elə. Bil ki, bunu Allah sənin üçün istəyib. Və hər bir şeydə bir xeyir var. Allahın hikməti var. Və qiyamət günü, o zənginlər ki, hansı ki, Allah üçün zənginliklərini Allah üçün sərf eləməyiblər. Nə edəcəklər? Hə? Nə edəcəklər? Haran ala biləcəklər? O var dövlətləri ilə.
Cənnətin hansı qapısından girə biləcəklər? Elə bir hədis eşitmişsiniz ki, ya, cənnətin filan qapısından girmək üçün neçə min dollar pul lazımdır? Eşitmişsiniz, qardaşlar? Eşitməmişsiniz, eşidə də bilmərsiniz. Qiyamət günü insan gətiriləcək, deyiləcək ki, ona, ey qulum, cəhənnəmdən çıxmaq üçün nə istəyərdin? Dünyanı verərdin? Deyəcək, bəli, ya Rəbbi, hər şey verərdim. Deyəcək, yalan deyirsən. Mən səndən dünyada ondan da az şey istədim. Ona görə var dövlət, əgər Allah üçün deyilsə, vallahi o insan üçün yaxşı olmayacaq qiyamət günü. Əsl var dövlət insanın qəlbinin zənginliyidir. O zənginliyi düşünün. O zənginliyə can atın. Və Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki: "Və mə min dəbbətin fil ardı illə alallahi rizquha." Yer üzərində elə bir canlı yoxdur ki, Allah Subhanahu taala onun ruzusunu yəni yazmasın, təyin etməsin. Onun ruzusu Allahın yanındadır. Və ya'lamu mustaqarraha və mustawda'aha və Allah Subhanahu taala onun harda olacağını, harda qərar tutacağını, harda yaşayacağını və öləndən sonra harda gizləndiyini, harda yerləşəcəyini bilir. Kullun fi kitabin mubin və hər bir şey o kitabda, yəni lövh-i məhfuzda yazılıb. Və hər bir ərzaq, hər bir ruzu onu Allah Subhanahu taala təyin edir məxluqatı üçün yer üzərində. Və Allah Subhanahu taala buyurur ki: "Və ca'ale fiha rawasiya min fawqiha və baraka fiha." Və yer üzərində biz deyir 4 gün ərzində deyir möhkəm dağlar təyin etdik və onları bərəkətləndirdik yer üzərini. Və qaddara fiha awqataha fi 4 ayyamin sawa'an lis-sa'ilin və orada yaşayanlar üçün, yəni onların ruzularını təyin etdik. Allah Azza və Cəllə buyurur. Və başqa bir məna gətirirlər Əl-Muqit adı üçün ki, necə bunu İbn Kəsir gətirir öz təfsirində. Və kən Allah alə kulli şeyin muqitə ayəsində gətirir ki, İbn Abbasdan, İbn Abbas böyük sahabələrdəndir, Ə'tadan, o da tabinlərdəndir, və Atiyyədən və Qatadadan və digər tabinlərdən və alimlərdən. Muqit deyir, yəni hər şeyi qoruyandır, hər şeyi qoruyan. Mücahid deyir ki, hər şey şahid olandır. Və başqa bir təfsirdə gəlir ki, hər şeyin haqqa hesabını çəkəndir. Və Said ibn Zübeyr və Suddi və İbn Zeyd və digər alimə deyir ki, hər şey qadir olandır. Və Abdullah ibn Kəsir deyir ki, Əl-Muqit, yəni daimi əbədi olandır. Dəhhaq deyir ki, rəhməhullah, Əl-Muqit, yəni ruzu verəndir. Yəni bunlar heç biri bir-birindən zidd olan mənalar deyil. Hamısı bir mənanın içindədir bu adın. Yəni nə deməkdir? Şeyx gətirir ki, burada bu ad bütün bu mənaları əhatə eləyir. Yəni onun mənası nədir? Öz elmi ilə bütün qullarını əhatə eləyib. Və nə ki ehtiyacları var, ona Allah hamısından xəbərdardır. Bilir ki, nə ehtiyacı var? Subhanallah, vallahi, yəni bizim o qədər ehtiyacımız olan şey var ki, bizim xəbərimiz yoxdur ondan. Allah Subhanahu onlara hamısını təmin edir. Bizim bətnimizdə, bədənimizdə o qədər proseslər gəlir, heç birimizdə ondan xəbəri yoxdur. Onların biri sıradan çıxanda artıq biz həkimə ehtiyacımız olur. Amma biz ömür boyu ona yaşadır Allah Subhanahu, bizim xəbərimiz yoxdur daxilimizdə. Və görürsən ki, Subhanallah, gedirsən bir orqanın sıradan çıxan kimi milyonlar oxuyurlar sənə, milyonlar. Səni bir nəfəs aparatına qoşmaq üçün bir gün ərzində neçə min pul istəyirlər insandan. Halbuki havayı səni yaşadır, havayı nəfəs verir sənə. Sənin xəbərin yoxdur ondan. İnsan onu itirəndə bilir ki, Allahın nə qədər Allaha ehtiyacı var idi onun. Ona görə Allahın hər kəsdən xəbəri var, hər kəsdən ehtiyaclarını bilir. Və həmçində öz qüdrəti ilə hər kəsi əhatə eləyir və hər şeyə qadirdir. Və öz üzərinə alıb, öz öhdəçiliyinə götürüb onları qorumağı, onları ruzlandırmağı, onlara yardım eləməyi. Hansı ki, bədənlər onun verdiyi qidalarla, onun verdiyi ruzularla qidalanır. Və qəlblər, əsasən də qəlblər onun verdiyi imanla və elmlə nurlanır. O ən əsası budur. Yəni, ən əsası insanın qəlbinin ruzusudur. Ən əsası budur. Və baxın, vallahi, Allah qoruyur qullarını. Allah Subhanahu taala əgər bir insan haqqı ilə Allaha təvəkkül eləyərsə, vallahi Allah səni qoruyacaq. Yəni səni məğlub eləməyəcək, qalib eləyəcək. Əbu Bakrla Peyğəmbər sallallahu əleyhi və səlləm hicrətə gedəndə ikisi qalmışdı. Bütün sahabelər getmişdilər demək olar ki. Bəzi sahabelər Məkkədə qalmışdılar mənim işlər üçün. Amma əsas yer üzərində İslam dəvətini yayan Peyğəmbər iki nəfər idi. Heç kəs onları qorumurdu. Əbu Bakrla Muhammed sallallahu əleyhi və səlləm. Gəlib onları sığdılar bir mağaraya.
O mağaranı görənlər bilir ki, o mağara necə balacadır. Düzdür, uydurma rəvayətlər var ki, güya onun qabağını hörümçək toru bağlayıb və yaxud da göyərçin. Onlar uydurma şeylərdir. O balaca bir mağara idi və müşriklər gəlib saxladılar o mağaranın qabağında onu. Düz. Və bildilər ki, o buralardadır. O buradan oyuna gedə bilməz. Abu Bakr radiyallahu anh deyir ki, vallahi deyir, o ayağının altına baxsaydı mənə görəcəkdi deyir, o müşrik. Subhanallah, Peyğəmbər sən təvəkkülünə baxın. Deyir ki, lə təhsən, hüzünlənmə, innallahə mə'i, innallahə, Allah subhanətə bizimlədir. Mə'ənə, Allah bizimlədir. Narahat olma. Hətta alimlər deyilər ki, Abu Bakr, Peyğəmbər demədi, qorxma. Dedi, hüzünlənmə. Abu Bakr qorxmurdu. O hüzünlənirdi ki, Allah Rəsulunu birdən görərlər, ona nəsə eləyərlər. Amma elə deyildi. Allah ona vəd vermiş ki, onun dinini yayacaq. Onun dininin yayması üçün də o qalmalıydı. Lakin o dinin kamil tamamlayanda ayə gəldi. Onda sahabələrin çoxsu bildi ki, o gedir, öləcək. Ona görə ağladılar. Onun dünyadan köçməsi üçün. Yəni, insan Allaha haqqı ilə təvəkkül edəndə, Allaha sığınanda, Allah onu yaşadacaq, narahat olmasın. Yəni, azla da olsa, çoxla da olsa kifayətlən, dua elə Allah. Əsas odur ki, hidayət üzərindəsən. Bu hidayətin qədrini bilin. Vallahi bu hidayətin qədrini bilin. Allah dünyanın istədiyinə də verir, istəmədiyinə də. Amma hidayəti ancaq istədiyinə verir. Bu hidayət Allahın neymət verdiyi kəslərin yoludur. Allah subhanətə deyir ki, kim Allah və Rəsuluna itaət eləyərsə, qiyamət günü kiminlə dostlar o adam, Allahın neymət verdiyi peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə və əməli salih dostlarla. Onlar deyir, necə də gözəl dostlardır. Necə də gözəl dostlardır. Əsl dostluq o gün olacaq. Bugün çox adam bir-birinə neyinləsə dostluq eləyir. Amma Allah subhanətə deyir ki, qiyamət günü o gün Allah dostlarından başqa hamı düşmən olacaq. Hamı düşmən olacaq bir-birinə. Amma o gün Allahın dost olduğu kəslər, bax o dörd sinif insanlardır. Peyğəmbərlər, siddiqlər, şəhidlər və əməl salih insanlar. Ona görə insan gərək bu neymətin qədrini bilsin. O neymət verilən kəslər olardı. Biz hər gün Fatihədə nə istəyirik Allahdan? Bizi doğru yola yönət. Hansı yol? Neymət verdiyin kəslərin yolu. Bax, neymət odur. Əsl neymət odur. Ona görə insan gərək bu neymətin qədrini bilsin. Və həmsinin də axırıncı ad Allahın Əl-Vasi adı. Yəni Allahın Vasi adı nədir? Bu Quran-ı Kərimdə bir çox yerlərdə təkrarlanır. Vallahu yu'ti mulkəhu mən yəşə, vallahu vasi'un alim. Allah mülkünü istədiyinə verir, o geniş elm sahibidir. Əl-Vasi adının mənalarından, vasi nədir? Yəni genişlik verən, dinini qulları üçün genişləndirən, qullarına dinində onların məcbur, yəni o çətinə düşdüyü şeylərdə onlara asanlıq verən, onları güclərinin çatmadığı şeylərlə yükləməyən, bax Allah subhanət hala vasi, genişləndirəndir. Lə yukallifullahu nəfsən illə vus'ahə. Allah heç bir nəfsi onların gücün çatmadığı şeylə deməli yükləməz. Və başqa ayda Allah subhanət buyurur ki, yuridullahu bikumul yusra və lə yuridu bikumul usra. Allah sizin asanlıq istəyər, çətinlik istəməz. Kim deyər bu ayə harda gəlib? Kim deyər? Hansı əməlin, ibadətin dalıca gəlib bu söz? Kim deyər? Bir çoxumuza ağır gələn, oruc ibadətinin dalıca gəlib. Bəzi qardaşlar baxırsan ki, oruc ona elə ağır gəlir ki, sanki ürəyi partlayır oruc olanda. Subhanallah, oruc ibadəti qədər insana savab gətirən çox az ibadət var. Peyğəmbər deyir ki, kim bir gün Allah üçün oruc tutarsa, Allah onu 70 il cəhənnəmdən uzaqlaşdırar. Təsəvvür nə deməkdir bu sənin üçün? Oruc yeganə ibadətdir ki, alimlər deyir ki, şəhidin qanından gələn iydən daha əfsəldir onun ağzından gələn iy, qiyamət günü. Yəni, sən təsəvvürlə, sən ibadət içindəsən, yatanda da, duranda da Allah nəfsini təmizləyirsən orucuna. Heç bu sənə ağır gələ bilərmi? Kimə ağır gəlir oruc? Kim ki, qəlbində iman zəifdir. Kim ki, orucu özünə, ibadət özünə yük hesab edir. İbadət yük deyil insansın. İbadət insansın şərəfdir. O insan ki, Allaha ibadət edir, onun üçün şərəf olmalıdır. Baxın, niyə görə səcdə ibadətlərin içində xüsusən seçilir? Niyə görə səcdə rukudan daha çoxdur namazda? Niyə görə? Çünki sən ən şərəfli sifəti, ən şərəfli əzavı torpağa sürtürsən Allah üçün. Torpağa sürtürsən, heç kəs üçün yox, məhz Allah üçün. Sürtürsən yerə ki, ya Rəbbi, mən sənin qulunam. Sənin qulunam, bax, sənin üçün əgilirəm, başımı sənin üçün əgilirəm. Amma niyə görə insanlar başlarına əgə bilmirlər Allah üçün çoxu? Çünki qəlblərində Allaha ibadət yox, dünyaya ibadətdir. Onun üçün əgilirlər. Dünya üçün səcdə edirlər. Dünya üçün əyilib can atırlar.
Dünya qəlblərini parça-parça edib. Ona görə Allah onlara müvəffəq eləmir başlarına əgməyi. Və yaxud da görsən ibadət edirsə, o ibadəti tərk edir. O qəlbdə ki, Allah sevgisi çoxdur, vallahi, o qəlbin səcdəsi çox olar. O qəlbdə olan iman gecələr həmin insanı qoymaz yatmağa, qalxıb səcdədə keçirər gecələrini. Ona görə də insan bu şeylərə diqqət eləməlidir. Və həmçinin də Allahın genişliyi, o vasi adının genişliyi, yəni Allahın rəhmətində var, ruzusunda var, bağışlamağında var. Məsələn, bu Allah Subhanahu taalanın yəni rəhmətinin genişliyinə ayə nədir? Və rəhməti vəsiət kullə şey. Mənim rəhmətim hər şey əhatə eləyib. Hər şey əhatə eləyib, subhanallah. Və həmçinin onun ruhusunun genişliyi, Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki: "Qul innal fadle biyadillahi yu'tihi men yasha. Vallahu vasi'un alim." Deyir, şübhəsiz ki, lütf Allahın əlindədir. O istədiyini verir. Allahın lütfü genişdir. O hər şeyi biləndir. Və həmçinin onun yəni genişliyi neydədir? Onun bağışlanmasında. Allah bağışlayandır. Qullarını sevir bağışlamağı. Vallahu ya'idukum məğfiratan minhu və fadla. Vallahu vasi'un alim. Allah isə sizə öz tərəfindən bağışlama və lütf vəd edir. Allahın lütfü genişdir. O hər şeyi biləndir. Və həmçində Quran-ı Kərimdə Zümər surəsində Allah 53-cü ayəsində buyurur ki: "Qul ya ibadiyellezina asrafu ala anfusihim la taqnatu min rahmetillah." Yəni öz nəfs peyğəmbərə Allah əmr edir ki, de, kimə de? Öz nəfslərinə qarşı hədd aşmış qullarıma denən ki, Allahın rəhmətindən ümidlərini üzməsinlər. İnnallaha yaghfiru zunube cəmiə. Allah bütün günahları bağışlayır. İnnehuvel gafurur rahim. O bağışlayandır və rəhimlidir. Və həmçinin də onun savabının genişliyi. Allah Subhanahu taala savabı genişdir. Sən bir əməl eləyirsən Allah Subhanahu taala üçün, Allah Subhanahu taala onu o qədər böyüdür ki, sən qiyamət günü onun böyüklüyünü görəcəksən. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, bir insan Allah üçün az bir şey sədəqə verər. Allah deyir, sizdən birinizin atını böyütdüyü kimi onu sağ əli ilə qəbul edib böyüdər, hətta onu dağ boyu eləyərsiniz. Baxın Allahın savabının genişliyinə. Allah Azza və Cəllə buyurur ki: "Məsəlul lezina yunfiquna amwalahum fi sabilillahi كمثل حبة أنبتت 7 سنابل في كل سنبلة 100 حبة والله يضاعف لمن يشاء والله واسع عليم." Allah yolunda, yəni xərclənilən o malları xərcləyirlər insanlar, onların, o sədəqələrin, yəni misalı nəyə bənzəyir? Bir toxuma. Yəni 7 sümbül verə bilən bir toxuma. Bir toxumda ondan 7 sümbül çıxır. Və hər sümbüldə də 100 dənə dən var. 100 dənə dən. Gör nə qədər böyüdür sədəqəni Allah Subhanahu taala. Allah istədiyi kimsənin mükafatını artırar. Allahın lütfü genişdir, o hər şeyi biləndir. Yəni təsəvvür elə ki, yəni sən Allah üçün verdiyin sədəqə ilə nə qədər Allah yanında əcrə, savaba nail olursan. Və Allah Subhanahu taala istəyirəm ki, Allah Subhanahu taala bizi eşidib faydalananlardan eləsin. Onun dinini öyrənən, onun adları ilə ona ibadət etməyə bacaran qullarını eləsin. Düzün Allah bilir və sallallahu əleyhi və səlləm Muhammedin və alə alihi və səhbə ecmaîn.